Və nəhayət Alim Nəbiyev Vahid Nejada qarşı 30 yaşlı kickboksçu çempion Alim Nəbiyev bugün Sibrizdə keçirilən NCF 5 turnirində öz debüt döyüşünü keçirəcək. Bəli, Alim Nəbiyev kickboksun sözündədir və özünü MMA-da yoxlamaq istəyir. Görək ilk debütü necə keçiriləcək. Alim Nəbiyev Ruslan Efendiyevin məktəbinin təmsilçisidir MMA-da. Gördük ki, Ruslan Efendiyevin tələbələri hamısı qalib. Bəli. Gəldilər döyüşlərdə. İndi baxaq Alim Nəbiyev necə MMA-ya hazırlaşır. Bəli. Mənim burada maraqlıdır Alim Nəbiyevin güləş. Təsəvvürlə Alim Nəbiyev güləşə girəcək. Çox maraqlı olardı. Və o Vahid Nejad low kickdən başlayır. İkinci low kick. Maraqlı low kick. Vahid heç qorxmur Alim Nəbiyevlə ayaqüstü döyüşməyə. Hətta low kick atır. Bəli, referi deyib ki, Alim Nəbiyev barmaqları düzgün saxlasın. Və Alim Nəbiyevin hər iki zərbə görmürük biz. Yoxlayır öz rəqibini, kəşfiyyətdir, bəli. Hardan aşırdmaq olar rəqibi? Alim Nəbiyev çox təcrübəli döyüşçüdür. Məncə Alim Nəbiyev artıq çoxdan birinci saniyələrdə Vahid Nejadı oxuyub bir jurnal kimi. Bəli, bəli. Və bilir nə edəcək 1-2 dəqiqənin ərzində. Maraqlı zərbə indirir. Vahid Nejad. Tələsmir Alim Nəbiyev. Hələ ki zərbələri qəbul edir. Buradan high kick. Alim Nəbiyev yıxılır. Çox təhlükəli vəziyyət Alim üçün. Buradan Alim Nəbiyevin grapplingini biz görəcəyik. Çox maraqlıdır. Bəli. Hələ ki rəqibə yaxınlaşma imkan vermir. Bölgədən çıxmaq lazımdır. Qalxdı amma Vahid Nejad çalışacaq bu döyüşü partıra salsın. Çünki bilir ki, əslində Alim Nəbiyevə qarşı ayaqüstə onda heç bir şans yoxdur. Burada Alim Nəbiyev Ruslan Efendiyevə qulaq asır və buradan düzgün çıxmaq lazımdır ki, yerə yıxılmasın. Bəli, təzyiq göstərir Vahid Nejad, amma Alim Nəbiyev öz gücünü göstərir və çıxmağa çalışır. Müdafiə edir öz-özünü. Çox peşəkarcasına. Bəli, bəli. Bəyəndim, çox bəyəndim. Və gördüyünüz kimi debüt döyüş üçün idmançı hansı ki 30 ildir kickboksla məşğuldur. Bəli, bəli. Çox və yenə də döyüş stoykaya keçdi bu Alim Nəbiyev üçün. Yenə low kick. Yenə low kick. Vahiddən. Alim Nəbiyev aktiv. Yenə də zərbələr. Bu knockout ola bilər. Professor bugün dissertasiyanı müdafiə edəcək yoxsa yox? Bəli, məncə Alim Nəbiyevdən hakim saxlayır bu döyüşü. Çox gözəl, gözlənilməz zərbə endirib Alim Nəbiyev crossla. Çox gözəl bir knockout gördük. Bu ikinci knockoutdur. Bəli, gecənin ikinci knockoutudur. Ümumiyyətcə Alim Nəbiyevdən stoykada vuruşmaq elə bir ki, şirlə bir kletkaya çıxmısan. Bəli, həqiqətən. Məncə burada güləşməli idi, amma alınmadı. Alim Nəbiyev öz güləş performansını, öz defensini də göstərdi. Alim Nəbiyev intervyuda demişdi ki, mənim güləşim yüksək səviyyədədir, mənim səviyyəyə uyğun, əlbəttə ki, debüt üçün və biz həqiqətən bunu müşahidə etdik. Bəli, əlbəttə ki, takedown defensi çox gözəl göstərdi. Və qəfəsdən necə çıxdı? Sən fikir verdin? Bəli. Təbriklər Alim Nəbiyevə. Təbriklər. Onun karyerasına uğurlar arzu edək və inşallah gələcəkdə də qalib gələr. Bəli, 1-0 artıq rekordu saxlayır bizim kickboksingdə olan çempionumuz və inanıram ki, belə NCF-dən başlayandan Alim Nəbiyev yüksək səviyyələrə gedəcək. Əlbəttə ki, şübhəsiz. Sən fikir verdin, necə həqiqətən professordur, peşəkarcasına cəb və cross gəldi düz çənəsinə. Bəli. Bu işin ustasıdır, əlbəttə ki, o rəqibi çoxdan oxuyub, o distansı hiss edib, o crossu vurdu. Dostlar, möhtəşəm debütüyle Qırmızı Kılıç Alim Nəbiyev! Alim Nəbiyev bu döyüşdə ikinci dəqiqədə qalib gəlir, knockoutla. Elə knockout gözləyirdik bir Alim Nəbiyevdən. Amma əslində bu parter anı var idi. Mən həqiqətən fikirləşdim ki, indi parter döyüş keçəcək. Amma Alim Nəbiyev bu vəziyyətdən çox peşəkarcasına çıxdı. Fikir verdin? Bəli, təbriklər. Kickboksingdə çempion peşəkar, hər yerdə çempion peşəkardır. Alim Nəbiyevə uğurlar arzulayırıq və inanırıq ki, həqiqətən gələcəkdə onu böyük zirvələr gözləyir. Bəli, inşallah görək. Tək kickboksör, həm də MMA-də sözünü deyər. Xatirə şəklini çəkdirir Alim Nəbiyev və səbirsizliklə əslində mən onun ikinci MMA döyüşünü gözləyəcəm. Bu döyüşçüyə diqqətlə yanaşmaq lazımdır. Çünki bu cür döyüşçülər Ali Nəbiyev kimi biz artıq görmüşük, Pereira'dır, Adesanyadır, hansı ki kickboksingdə gəliblər və MMA dünyasında öz sözünü deyiblər. Mən inanıram ki, Ali Nəbiyev də onu edə bilər.